İnklüziv Əsa Teatrının aktyorları bu dəfə qeyri-adi səhnə əsəri ilə çıxış etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanan axtarış tamaşası böyük maraqla qarşılandı. İki əsərin birləşməsindən yaranan tamaşa həm də teatr heyətinin yaradıcılıq axtarışlarının səhnə həlli oldu. Əsər nəinki iki müxtəlif, hətta bir-birinə zid iddia ilə çıxış edən müəlliflərin səhnə qarşılaşmasını əks etdirdi. Tamaşa ilk dəfə olaraq Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdim olundu. Sən də gün-gündən qatlaşırsan, Marta. Mən çox istəyərəm ki, sən qaymuşun kimi deyəsən, güləsən. Bu tamaşa hibrid tamaşadır. Yəni, bir tamaşanın içində iki müxtəlif, fərqli janrlardan olan əsərlər mövcuddur ki, bu da Azərbaycan teatrında əslində bir ilkdir üslub olaraq və bu fərqli əsərlər tamaşa boyunca bir-birinə şaxələnir və belə deyim, zəncir kimi toxunur. Daha sonra sonluqda artıq tamaşa öz mənasını tamlıqla tapır. Böyük mütəfəkkir Fəridəddin Əttarın Quşların Dili və filosof yazıcı Albert Camus'un anlaşılmazlıq əsərləri əsasında səhnələşdirilən tamaşa səhnə tərtibatı ilə də diqqət cəlb etdi. Saçları qədər uzun və qara. Obrazım Qartal obrazı idi ki, burada ümumiyyətlə iki əsərin birləşməsidir və orada Quşların Dili ilə anlaşılmazlıq əsərlərinin birləşməsindən yaranan bu tamaşada rolum Qartal roluydu, çox fəlsəfi bir rolu var. Rol bölgüsündə aktyorların xüsusiyyətlərinin, əsəri hiss etmə bacarığının nəzərə alınması tamaşanın təsir gücünü daha da artırdı. Həyat da doğrudan da belədir də, həmişə insan nəyinsə dalınca nail olmaq istəyir, məqsədinə çatmaq istəyir. Bu tamaşada da aktyorların oyunu məni çox cəlb elədi. Hamısı həvəslə, o lələklər, onların o getməkləri, həvəslə oynamaqları, o bir-birlərinə qarşı tərəf müqabili olmaqları, hətta bizim teatrımızın aktrisası Mehriban xan Zəkini də mən demək olar ki, ilk dəfədir belə, yəni başqa bir xarakterdə obrazda gördüm. Xatırladaq ki, Əsa Teatrı ilə sıx əməkdaşlıq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi buna qədər Göy Quş, Ant, Qonşu, Hamlet kimi tamaşaların səhnələşdirilməsində dəstəkçi olub. Məmməd Məmmədli, Emin Əhmədzadə, Sevgi Əlizadə, Əbnə Bayramova, Mədəniyyət xəbərləri.